Bu il ali məktəb, ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edəcək X rayonunda olan abituriyentlər barədə məlumdur ki, abituriyentlər imtahan verəcək. Onlardan 2000 nəfəri cari ilin məzunudur. 800 nəfər əvvəlki ilin məzunudur. Deməli, ümumi şəkildə 2800 nəfər məzun var. 2000-i cari, 800-ü əvvəlki. Yazıram. Yazıram. 2000 nəfər dedik. Cari ilin məzunudur. 800 nəfər əvvəlki ilin məzunu. Bu yazdım. Hə, yəni bunlar bir yerdə 2800-dür, Bəli. düzdürmü? Bunlar 2800 Hə, nəfər tələbədir. Bəli. bunlardan 1700-ü qızdır. 2800-ün 1700-ü qızdır. Ay, sağ Qızdır. ol. Hə, Yerdə qalan 1100-ü oğlandır. aha. İndi bu Mən 1100 sonra oğlan. 1100-dən də 600 çıxdı. Mən orada səhv eləmişəm. 1100-dən də 600 çıxdım. Ay, Çünki Mən o cari ilə 1700 soruşur. ay üzr istəyirəm xanımın da sözünü kəsdim. Mən o 1700 2800-dən 1700-ə çıxdım. Oracan gəldim. Oradan Mən də sonrası 1100 üzüm tapdım çatdı. orada. Çıxdım 1100 tapdım. Sonra 600-ü çıxdım ki, cari əvvəlki il məzunu çıxsın, qalsın bu ilin məzunu da. 1100-dən 600 çıxdım, 500 tapdım. siz oğlanlardan qızları şey eləyirsiniz axı. Niyə çıxırsınız oğlanlardan Hə, mən qızları? o şərtə başa düşməmişdim də Ha, 600 o nəfər sən. əvvəlki illərin məzunu olmaqla qızdır o. Bəli. 600 nəfərin qız olduğunu başa düşməmişəm. Ay, bax 1700 nəfər qızın deyirəm ki, e, deməli 2000 bu yazdı. 600 nəfər əvvəlki illərin məzunudur. Və 600 nəfər qız əvvəlki illərin məzunudur. Yerdə nə qədər qalır? 200 nəfər oğlan qalır burada. 200 nəfər də deməli burada oğlan. Bunu yazdı. Ondan sonra 1700 nəfər deyil qız. 600 nəfər tapmışam. Ümumi 1700 daxil. 1700-dən 600 çıxanda eləyir 1100 nəfər. Mən 1100 nəfər də cari ildir. 1100 nəfər qız cari ildir. Yerdə qalır 900 nəfər oğlan. Elə bir ki 2800 adamın 1700 qızdı qalır 1100 oğlan. Bu oğlanları burada ancaq bu sxemi qrup tapa bilərsən. Ya da ki 1100 aha 1100 dedik oğlanda. 1100 oğlandan tamam çıxaq 800 belə rəqəmlə promo yazmaq qarışıq olacaq. Elə salamatı bu. Həmən biz 2800 1100-ü oğlan tapırıq, siz qız tapırsınız. Ona görə sxem yaxşıdır. ha sxem yaxşıdır. Ən yaxşı sxemdir. Çünki 1700 nəfər qızdı, 600 əvvəlki ildirsə, 1700-də 600 çıxanda 1100 qalır cari. Bizdən bunu istəyir. Abituriyentlərin oğlanların neçəsi cari il məzundur? Cari il məzunu abituriyent oğlanlardan 400 nəfər. Müəllim, burada cəmi oğlanları necə tapırıq? Mən onu tapıram 100, 1100 çıxır. Deyil mi 100-də? Yəni bir 900-dən qarışıq. 200-ün zəmi. Bizdən nə istəyir? Bizdən Deyir ki, bizim cavabımız 900 olur da, hə? 900-dür cavabımız, hə. Hə, 1100 deyil yəni, aha. 1100 ümumi oğlan. Ha, bəli, başa düşdüm. Bəli, olur belə. Misal üçün, bax, bəzən mətnlərdə bu cür hansı ki şeydə də belə idi ya, sentyabr imtahanında da bax belə bir standart mətn düşmüşdü. 56-cı sual kimi. Bizə nə deyir? Bax, bizə deyir ki, əslində görəcəksiniz çox rahat bir mətndir bu. Heç bunu yəni oxusan yüzləri tutacaqsan söhbət. Bax, deyir ki, 5 nəfər rejissordur, hər biri bir film təqdim edir. Filmlərdən bax bir dənəsi dağlar haqqındadır, görürsən bax biri dağlar haqqındadır, yəni bir dənəsi dağlar, ikisi dənizlər, ikisi də meşələr haqqında.
İndi. Rejissorlardan yalnız üçü mükafatlandırıldı falan nəysə. Bax deyir ki, eyni mövzuda film çəkən həm A, həm də C. Mən bilirəm ki, qardaş, A ilə C bir yerdədirlər. Yəni eyni mövzuda film çəkiblər. Deməli, A ilə C ya ikisi də dənizdir, ya ikisi də meşədir. Bu qalsın. Sonra nə deyir? Eyni mövzuda burada mənə maraqlı deyil də bununki bundan daha yüksəkdir falan. Bu qalsın. Eyni mövzuda film çəkən Y və D. Deməli, A, Y ilə D də eyni mövzuda film çəkir. Bunlar da yenə ya dənizlər, ya meşələr. Yəni bu ikisi dənizlər və meşələrdir. Onda yerdə nə qalır? Bir dənə B da dağlar qalır da. Hansı qalır? B. B dağlara aid film çəkməlidir. Hansı mütləq səhvdir? B meşələr haqqında film çəkib mütləq səhvdir. Çünki B tək qalır, o da dağlar olmalıdır məcbur. Aydındır? Ha, bu rahat idi. Olur belə. Misal üçün, Mənim noyabr çox çətin idi. Elə mətni də, hər şeydə. Noyabr dəhşət çətin gəldi mənə. noyabrda mətn hansı formada idi? Mən uzunluğundan oxuya bildim ki, belə biraz oxudum, gördüm ki, yarım saatim gecə oxumadım. Bax, mən həmişə deyirəm tələbələrə, uzun mətnlər, ümumiyyətlə mətnlər var ha, elə də ağır mövzu deyil. Düzdür. Adamı biraz qorxudur. Misal üçün, mən sentyabr imtahanına girəndə dövlət qulluğu imtahanı. Sentyabr asan dedi mənim. Hə, orada hətta mətn də asan idi. Hə, asan idi. Və Şeydə, mətn, burada aha, ÜDB, ÜMB-li nədir? Ondan düşmüşdü, neftdən düşmüşdü. Bütün çətin sualların ən ağır versiyalarını, даже tərəzi, bütün mövzuların ağır versiyalarını salmışlar da noyabrda. tərəzilər imtahana əslində çətin düşmür axı. Mən Ən, imtahanda ən asan bildiyim mövzuların hamısının çətin versiyalarını salmışlar mənim. görüm bir noyabr suallarından görüm nə xəbər. Məsələn, qanun Düzdür. asan, amma Aha, məntiq çətin. bilirəm. Amma Adi misal üçün, sentyabr nə idi? Sentyabrda qanun çətin idi, məntiq asan idi. bax, mənim bir tələbəm var idi. Mən noyabr imtahanında gəlmişdim ilmin qabağına. Prosta gəldim elə bir yarım saatdan sonra qayıtdım getdim də dərsim var idi. Mən sentyabr imtahanına mənim bir tələbəm girmişdi imtahana. 21 məntiq yazmışdı, 21 məntiq yazmışdı. Mən də sentyabrda 21 yazmışdım. Düzü keçmişdi, prosta daha yüksək nəticə istəyirdi, amma şey yazmışdı, nədir onun adı? Qanunu zaten az yazmışdı. Deməli, bilmirəm, 22-də nə idi, 23-dən qanun yazmışdı. Qanun 20 çətin. Adam indi girdi noyabr imtahanına. Deyir ki, məntiqi hazırlaşmadı da, məntiqin o deyir, yox, daha doğrusu məntiqi hazırlaşdı və məntiqi hazırlaşdı. Qanuna hazırlaşmadı noyabr imtahanına qədər. Nə qədər vaxt var idi noyabr imtahanına qədər? Bir var idi də 40 hardasa. gün. 40 gün. Nə qədər? 40 gün var idi, 40 gün. 40 gün. Ay sonra. Deyir ki, təsəvvür edir ki, şeydir. Girdi şeyə, noyabr imtahanına. Məntiqi hazırlaşırdı. Məntiqi yaxşı Amma hazırlaşır. Məntiq çətin idi. ay sonra. Məntiqi hazırlaşdı, qanuni ümumiyyət hazırlaşmadı. Getdim gördüm dimin qabağında var. Deyir ki, müəllim, deməli, qanunu hazırlaşmıyor 35-dən də yazır. Məntiqi hazırlaşa, məntiqi hazırlaşa gedib nə qədər yazmışdı? Bilməm, 17 yazmışdı, 16 yazmışdı, o belə bir şey idi. Mən də Bilirdi ki, 15 ağırdı. noyabrda məntiq düşdü məndə də. Ümumiyyətlə, yəni belə olur, həmişə bir qanun yarısan olur, Hə, qanun asan yox, olanda dəyişirlər onu. mən fikir vermişəm hər ay birini çətin salırlar, birini asan. Qanunu asan salanda məntiqi çətin salırlar noyabrda kimi. Amma sentyabrda qanun çətin idi, məntiq asan idi. Sentyabr imtahanı hə, ən asan imtahanlardan biri. Hə, məntiq asan idi, 21 düz yazmışdım. Düzdür ya, çətin suallar var idi. Yəni sentyabr imtahanında qəşəng tutarlı suallar var. Noyabrda dəhşət idi. Deməli, operator olsun, tərəzi olsun, hamısının çətin. Mətnlər nə boyda, nə boyda. Oxuyursan qurtarmır. Allah. Yarım saatda vaxtım qalıb, vaxt çatdıra bilmədim. Mən açığı qanunu zəif bilirəm dedik, çox vaxt ayırdım.
İnarsınız mən belə pis şoka düşmüşdüm ki, bu nədir? Oradan UDB, oradan neft sualı, oradan nə bilim operatorun çətini, tərəzinin çətini, hamısı çətin gəldi də mən dedim bu nədir? Birinci gəlib məntiqi başlayardım. Həm də yorulmuşdum. Bunu bütün tələbələr də deyir. Ha. Bax elə ona görə oldu da dekabr imtahanının birinci mərhələsi gördünüz. Çıxıntı oldu yerlər. Hə, Çünki bizdə tələbələr girmişdi imtahana. Deyir müəllim, hamı dedi ki, durdu ki, hamı deyir ki, kəsildim, mən neyim? mən də bir balla kəsildim də. Mən ümidimi gözləyirəm ki, indi dekabr imtahanı məncə son imtahandır. Yəni ilin son imtahanı deyirəm. Mən ümidvaram ki, asan olar. Görək indi, görək nə gəlir. Hərasan doğru, həm qanun əlavələr eləyiblər, nə bilim. Görək də, görək. Yaxşı olar imtahan. Mən qrupa atacağam. Uşaqlar, bax dekabr imtahanına girənlər. Onlara mütləq baxın girin imtahana. Mən atmışdı da mənə də playlist kimi belə bütün Bəli, sınav. AES. Aha. Müəllim, onu dərsdən dərhal sonra ata bilərsiniz, indi işləyir Bəli. biraz. Dərsdən dərhal sonra göndərəcəm. Bir də müəllim, orada hüceyrə sitoplazma sualı var. Onun cavabı nədir? Plazma. Plazma. Hə. Hüceyrə sitoplazmadan ibarətdir, qan plazma. Bax, buradakı bütün suallar düşür imtahana. Bax, bu mən açdığım hal-hazırda magistr PDF-dir 2024-ün. Bax, bu sual şeydə düşüb, fevral imtahanında düşdü dövlət qulluğuna. Nədir burada cavab? Aldanma. Aldanma olardı, aldanmada Aldanma, təhlükə, qorxu yaradır. İnamsızlıq da aldanma. Bu sizin testlərdə var idi Təhlükədən, deyəsən. bəli. Təhlükədən qorxu yaranır, aldanmadan da inamsızlıq. Bəli, hüceyrə sitoplazmadan ibarətdir, qan plazmadan ibarətdir. Bu da ki, asandır. Bıçaq Mən kəsmə nələr burada demişdik, üzr istəyirəm, sözünüzdə kəsirəm. Manpaşlanma. Söyüd, göyrüş, mebel nədir? Belə. Nə söyüd nə? Söyüd, göyrüş, göyrüş söyüd, göyrüş Göyrüş, idi. Hə, ağac da ikisi də. böyür. Göyrüş ağacı. Məsələn, mebeldə sual belə. Yox, bu belə olmaz. Bu birisi necə olar? Məncə bu tərs analogiyadır. Orada Niyə şkaf görə? çıxmışdı, cavab nə çıxmışdı? Mən şkaf yazmışdım, səhv çıxmışdı. Nəysə ki, belə qəribə bir şey idi. Bu Müəllim, bir belə bir sizin sual sizin testlərdə də var idi. Mənə də Tamam. tanış gəldi. İkinci de ağac Bizim olması. analoji Yani testlərini ağac adı yazmışdım. onun. Söyüd, öbürsü de ağac adı onun. Belə Bir bir dəqiqə, şey. burada görüş idi bu söz. Göyrüş, o da ağac idi. İkisi də ağac idi. İkisi de ağac. Görüş. Bəlkə də Yok, səhv görüş xatırlayıram. ağac İkisi olmaz. də ağac idi. Aha. Mebel siz nə? Mən Onu siz sən- bunu necə düşünürəm? Bax, bəzən dövlət qulluğu imtahanlarında istifadə olunur. Bax, söyüd, məsəl söyüd ağacının, məsəl mebel ağacdan hazırlanırdı. Bəlkə bu cür gedib analogiya, bu cür baxmışdınız. Görüş ağacı. Müəllim, o Baxaq, dairəyə gedə bilər ki, belə. belə ola bilər. Alt-alta analogiya var. Hə. Dövlət qulluğunda alt-alta analogiya olur. Bax, mən sizə nə demək istəyirəm, baxın. Ya. Bax, söhbət bundan gedir. Otuz yeddinci suala baxın. Burada nədir cavab? Ting nədir ki, müəllim? Ağac tinkdir, atdakı qulun balası. Qulun. Bəli. Hə, balası. Ağacın körpəsinə ting deyirlər. Atın da körpəsinə qulun deyirlər. Misal üçün, bax, bu da var. Müəllim, Hı -hı. sizin o testlərin içində tapdım bir dənə elə sual. Bir dəqiqə deyəcəm. Çınar, söyüd, şkaf, sual. Şkaf Hə, şeydir bir də, şey, masa. 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 Cavab da masadır. Ha.
Masadır da o. Elə bir sualdı, amma söyüd, görüş elə ki eyni cinsdən ağaclar idi da, bir-birinə aid olan ağac idi. O suala oxşar Görüş sual bitki idi. növüdür axı xanım. Çınar, söyüd ikisi də ağacdır. Şkaf, masa ikisi də mebeldir. Hə, Mən cavab yazmışdım, masadır. elə yazmışdım. Şkaf, mebel yazmışdım deyəsən. Mebel, şkafı Yox, seçmişdim. mebel yox da. Şkaf, masa ikisi də mebel növüdür. Şkaf, masa. Nəysə, Hə. Mebel bilmən. kateqoriyasına daxildir, elə bil. Bir Nəysə, də bu mən də sözü dəqiq bilsən nəsə eləmək olur. Gəl axtarım görüm. Mənim o Görüm sualı ki, atım da WhatsApp-a. hansı sualı? Baxın. WhatsApp-a atdım. Burada 56-cı sual. Yox, bilirəm o PDF-dəki sualı bilirəm mən. Bizim kitabda da yer. Deyə bir dəqiqə bax mən analogiyalar açımda deyim istəyirəm. Deməli, PDF Amma açımda. ola bilər ağacların adlarını səhv xatırlayıram. Bəlkə o qız tapan o oxşuyur ona, amma Çınar deyil də, nəysə. Bizim kitabda bir dəqiqə var o sual. Bilirəm hansı sual. Amma o sualın oxşarı idi, eyni o sual. Bu sual, hə, magistr qəbul sualıdır. Söyüd görüş idi, yoxsa söyüd. Tamam. Şkaf, amma belə idi. Mebel, masa, mətbəx, ya da belə bir şey idi. Amma söyüdün qabağındakı başqa ağac idi. Şimdi bir dənə belə bir şey. Görüş. Görüş bitkilər aləminin bitki cinsidir. Görüş. Bir dənə görüş axtaraq belə. Görüş. Görüş nədir? Görüş insanın gözünə yaranan bir problemi. Hə, yox, bu olmayacaq. Hələ bu Hə, görülüb orada. ağac idi. Mən ikisi də ağac idi. Pulsu bəlkə də səhv xatırlayıram ağacların adlarını, amma sual o sualdan idi. Ağ görüş. Bu görüşdür. Hə, tamam. Bitki adı. İndi. Söyüd görüş. Mebel. Eee Mən o qızın dediyi sual o sualdan idi. Elə o variantlara baxanda elə idi. Çınar söyüd, hə, şkaf, masa. Burada masadır cavab. Çünki bəli, çınarla söyüd ağacdır, şkafla masa hər ikisi mebelin növüdür. Bunlar hər ikisi ağacın növüdür, bunlar hər ikisi mebelin bir növüdür. Müəllim, burada bir dənə də test var, onu da elə açmışkən deyim. 11-ci test. 0 natural ədəd, 1 cavab 0, C Bir sadə ədəd. sadədir, hə. Çünki bu deyillə gedir də. 0 natural Natural ədəd ədəd deyil. deyil. Natural ədədlər birdən başlayır da sonsuzluğa qədər. Rəqəmdir. Bəli. Biri isə bir nə sadədir, nə mürəkkəb. Sadə ədədlər 2-dən başlayır. 2, 3, 5, 7, Hə. 11 və s. Bax, bu sual da var. Bu kitabda da var bu sual. Bu da magistr imtahanına düşür. 2024-də də düşmüş. Bir rəqəmdir. Bax, burada ətin qurusuna qaxac deyirlər, meyvənin qurusuna qax deyirlər. Cavab qaxdır. Bax, belə alt-alta alınır. Alt-alta da olur bu. Belə Hə. düzgün deyil axı. Var, belə sual var. Bir iki dəfə düşüb imtahana. Müəllim, bir də kitabda var belə bir sual. Pinar, böyük, kivi sual. Hə, o da cavab toyuqdur. Nə? Toyuq. Çınar suyu və bu sualı oxuyan və 16-cı sual. Kivi quş deyil. Quş növü deyəsən. Bax, kivi həm quşdur, həm də şeydir. Meyvədir o heç. Meyvə. Kivi quşu var. Bax, çinarla söyüd hər ikisi ağacın bir növüdür. Kivi ilə toyuq da hər ikisi quşun bir növüdür də. Valla mənim o noyabr sualda belə bir şey deyə səhv yazmışam Allah bilir. Növlərə aid idi. Ağacın növləri mebelin, taxtanın növləri, nəsə belə bir şeydi. Mən olsam bunu quş götürərdim. Kivi quş. Yox. Quş nə vaxt olardı? Yazsaydı ki, çınar ağac,
Onda olardı kivi Aha, quş, yaxud kivi kivi quş. meyvə. Salman bir dənə də söz soruşum. Atın balasına dayça demirlər. Qulun da var. Müəllim, Qulun Qulun balacadır. Körpə vaxtında qulun deyirlər. O müəllim quluna qayıdıb dimdik də deyirsən ki, quşdur. quluna qayıdıb deyirsən ki, o deyir, sən büyüyüncə at mı olacaq? Müəllim, Bəli. orada dimdik də quşdur axı, o nə tər olur? Toyuq quşdursa dimdik də quşdur da. Dimdik quş, yox. dimdik. Dimdik yox. Dimdik toyuğun dimdiyi olur. Yo, quş növü də var onun. Dimdik quş növü yoxdur axı. Var müəllim, niyə yoxdur? Nə- İlk dəfə dəyişdirəm, baxa görək. Dimdik quşlara. Dimdik quşlara nə üçün? Yox. Dimdik quşu. Yaxşı yazıram. Bax, dimdik quşu. Yo, dimdik yazanda çıxır müəllim. Yox, dimdik quşun dimdiyi olur da, ağzı və dimdik. Dimdik quşun bir növü deyil axı. Dimdik Quşlar- это клюв. Dimdik quşun o şeyidir də, quşun dimdiyi. Bilirəm, mən sadəcə dimdik yazanda elə çıxırdı ona görə. Yox, şeydir də, misal bir sənə yoxdur. Misal üçün, dimdik quşa məxsus bir şeydir də. Misal üçün deyirəm. Dəlsəmə yazsan nə çıxacaq? Balıq çıxmayacaq. Eyni Bildim mən. söhbətdir də. Ay, eyni söhbət. Bax, gəlin 80-ci suala baxaq. Burada məsələ nədir? Baxırsan ki, uzun sual. Ehtiyac yox. Nə edirəm? Bax, deyir ki, kosmik stansiyaya ekspertiz özünün 8 mütəxəssisdən 6-nı seçmək lazımdır. Bəzi namizədlər bu ixtisaslardan ikisinə yiyələnsə də, uçuşun şərtləri falan, aydınlatma neftəliklərini filan kəslər götürüb, kosmonavigator filan kəslərdir, nə bilim, energetiklər filan kəslərdir, həkim nöhtəlikləri filan kəslər falan nəsə. Axırda deyir ki, belə ki, Namiq komandaya seçildiyi halda Fidanla Kənan getməyəcək. Və Namiq varsa, Fidanla Kənan getməz. Yazıram ki, Namiq varsa, Fidanla Kənan getməz axı. D bəndi səhv. Namiq varsa, Fidanla Kənan getməz də, B də səhv. Namiq varsa, Kənan da getməz də, səhv. Veysəl seçilsə, Kənan getməyəcək. Veysəl varsa, Kənan da getməz, susaq var. Mənim burada Namiq seçildiyi halda Fidan və Kənan getməyəcək deyəndə biz nə bilək Fidanla Kənan ikisini də deyir yoxsa tək-tək deyir? Aha. Ümumiyyətlə, yəni Fidanla Kənan getməsin. Bilirsən nə oxşuyur? Evi ki, bir məclisə gedirsən, deyirsən ki, misal üçün, Fidanla Kənan oradadırsa, mən gəlmirəm. Yəni, ikisi bir yerdə yox. Deyirəm ki, Fidan oradadır, amma Kənan yox. Gələrsən o məclisə. Məntiqdən yox. O söhbət. Bax, bu sualı siz hansı sualdan kopyalanıb? Halı mənim o qəbul etmiş mətnlər PDF. Bir dəqiqə. Bax, buralarda bir dənə sual var. Deyək, bax, bu sual. Deyir ki, Fərid, Araz, Elvin, Şahin və Kənan adlı işçilər. Bax, bu sual işçilər. Bax, texniki yox, texniki yazmalıydım. Səhv yazmışam. Texniki, qablaşdırma, quraşdırma, daşıma və nəzarət bölmələrində işləyirlər. İndi. Məlumdur ki, bax, Fərid ya texniki ya da quraşdırma bölməsində işləyir. Araz ya qablaşdırma ya da quraşdırmada işləyir. Elvin ya texniki ya daşıma ya da nəzarət bölməsində işləyir. Şahin ya daşıma ya da nəzarət bölməsində işləyir falan. Kənan isə ya daşıma ya quraşdırma bölməsində işləyir. Hansı mütləq doğrudur? Nə düşünürsünüz bununla bağlı?
Müəllim, burada fərid quraşdırma ola bilməz. Quraşdırma bilməsin. Yox, o deyil. Mütləq doğru deyil. B deyil cavab. Araz qablaşdırma olmasın. Səbəb Səbəb oyda onu izah edəməyəcəyimi. Bu bir dəqiqə bax, fikrimi bir dənə bəli. toplayım. Səbəb odur ki, C deyil, düzdür. düzdür. Qablaşdırmanı başqa heç kəsə yazmayıb deyə. Ay, sağ ol. Aa, Bəli. Bizdə də nə? Bəli, bax, qablaşdırmada başqa heç kim işləyə bilmir. Bax, qablaşdırmada mütləq Araz işləməlidir. Vəssə. Çünki başqa adam misal Araz qablaşdırmada yox, quraşdırmada işləsə, məsələn. Quraşdırmada bu da işləyə bilər də Fərid. Kənan da işləyə bilər də. Burada elə bir yeri seçməlisən ki, bir dənə peşə olsun. Bax, qablaşdırmada ancaq Araz işləməlidir, mütləq şəkildə. Başqası əgər ki, Araz qablaşdırmada işləməsə, Araz qablaşdırmada işləməsə əgər, qablaşdırma qalacaq boş. Ona görə hansı mütləq doğrudur? Araz mütləq qablaşdırmada işləyərlər. Bunun mütləq yanlış versiyasında bilirsiniz nə yazılır? Yazılır ki, Araz quraşdırmada işləyir. Bu mütləq səhvdir. Axı Araz quraşdırmada işləsə, qablaşdırma qalacaq bomb. Ona görə məsələ nədir? Budur. Tamam. Olur belə. Gəlin bir də son olaraq sentyabr imtahanına düşən suala da baxaq mətnlərdən. Deməli, bax sentyabrın 25-i imtahana bu düşmüşdü mətnlərdə. Bax, baxırsan ki, görürsən, oydu, nə uzun mətndir. Amma çox rahat. Bax, nə deyir? Dövlət İmtahan Mərkəzi 4 istiqamət, qanunvericilik, məntiqi təfəkkür, Azərbaycan dili və informatika üzrə əməkdaşlıq etdiyi ekspertlərin təcrübələrini bölüşmək üçün həftənin 5 günü ərzində keçirilən 5 seminarda onların iştirakını təşkil edir. Yəni 5 gün, 5 dənə, hər gün bir dənə seminar olur. Hər bir seminarda yalnız bir ekspert iştirak edib. MNK qanunvericilik, bax gəl yazıram. Bunu qıraqdan qeyd edirəm ki, bax qanunvericilik kimdir? Qanunvericilik bizdə var. Məntiq də var. Azərbaycan dili var. Bir də informatika. Deməli, deyir ki, MNK qanunvericilikdir. Qanuna yazıram MNK. Bunlar qanunvericilik müəllimidir. Belə deyim. Müəllimi olsun da ekspert. Sonra. Günəlif məntiqdir. Günəlif məntiqdir. Erlə Z Azərbaycan dilidir. Erlə Z
Azərbaycan dilidir. El isə informatikadır. Eldə informatika. Ekspertlər, hər ekspert yalnız bir dəfə seminara çağırıla bilər. Deyir ki, seminarlarda hər istiqamət üzrə ən azı bir ekspert iştirak etməlidir. Yəni 5 gün olmuyor. Bax 1, 2, 3, 4, 5. 5 gün olub da. Hər istiqamət üzrə ən azı bir ekspert iştirak edir. Bax, deməli, məsələn, ilk 4 gün, birinci gün qanun, məsələn, ikinci gün məntiq, üçüncü gün Azərbaycan dili, dördüncü gün informatika olsa, beşinci gün kim olacaq? Bu dördündən biri olacaq da, yəni təkrar olacaq, misal üçün. Bunu nəzərə almaq lazım. Deyir ki, hər istiqamət üzrə ən az bir ekspert iştirak edib, eyni istiqamət üzrə ekspertlər ardıcıl günlərdə iştirak edə bilməzlər, yəni davadal gələ bilməzlər. Nəysə də, başqa şərtlər verib falan, bax, bunlara çox takmırsan, elə belə qalsın. Bir də axırıncı şərtə baxaq. Əgər K.N seminarda iştirak edibsə, hansı ekspertlər qisminin iştirakı mümkünsüzdür? Deyir ki, əgər K.N seminarda iştirak edibsə, bax, K.N seminarda iştirak edibsə, bunlar kimdir? Qanunvericilik müəllimləridir, düzdürmü? Bax, bu K.N nədir bizdə? Qanunvericilik müəllimləri. Deməli, 100% daha M ola bilməz. Düzdür? 100% biri M. M ola bilməz. Variantlarda M-i götürməlisən, cavab qalır mühəmməz. Bitdi, getdi. Niyə ola bilməz? Onu harda deyir? Çünki, bax, deyir axı, seminarlarda hər bir istiqamət üzrə ən azı bir ekspert iştirak edir. Hər 5 dənə gün deyil, 5 gün var, 4 dənə namizəd var axı, qanunvericilik, məntiq, Azərbaycan dili və informatika. Düzdürmü? Heç bir. Bunu biləndən sonra nə edirsən? Bax, lap 4 gün, bax, birinci gün olsun qanun, ikinci gün məntiq, üçüncü gün Azərbaycan dili, dördüncü gün informatika. Bu ki, 5-ci gün hansısa bir təkrar olacaq, məcbur. Və şərtdə, yəni bir fən maksimum 2 dəfə təkrar ola bilər də, düzdürmü? Əgər deyir ki, seminarda K.N iştirak edibsə, K.N seminarda iştirak edibsə, K.N iştirak edib. Bu da K.N kimdir? Qanunvericilik müəllimləri. Deməli, M-in nə işi var orada? Yaxşı, mən yazıram. Tutalım, birinci gün K-dır, məsələn. Üçüncü gün N-dir, üçüncü gün də M olsun. Bunlar hamısı qanunvericilikdir. Qalıb məntiq Azərbaycan dili, informatika. Birinə məntiq, birinə informatika yazanda Azərbaycan diliyə yer qalmır. Bir günə bir dənə fən salırıq da, yəni şərtə Hər görə. gün bir dənə var, şərtdə deyir. Bax, hər bir seminarda yalnız bir ekspert iştirak edir. Aha, bəli, başa düşdüm. Görürsən nə asan sual. Bunu yazmaq lazımdır ki, və görəsən ki, K.N qanundur, yəni 100% M olmayacaq. M olmayacaqsa, elə cavab bir dənə B bəndi. Elə imtahanda da eynə. Düzdürmü? Orada da müəllim 5-ci günə el düşüb də onda info yazılan. Yəni ki, Tək qalıb deyə. info mütləq olmalıdır. Azərbaycan dilindən ikisindən biri olmalıdır. Nə bilim, məntiqdən də ikisindən biri olmalıdır. Çünki K.N oca qanundan seçilir. Bir dənə də qanun seçilsə, burada qırğın, qiyamət qopacaq. Bu olur belə. Düz deyirsən, bunu oturub bir-bir yaza da bilərsən bu şərtləri. Heç mən görsə heç onlara baxmadım. Bayaqlı sual kimi elədim də bunu. Heç nə. Olur belə. Mən sizə o linkləri göndərəcəm. Xüsusən də dekabr imtahanına girən. Dekabr imtahanına girən tələbələr baxsın. Müəllim, bütün sualları belə mətnin məntiqi təhlilləri belə bu formada yazmaq mümkündürmü? Bilirsiniz, dövlət qulluğunda mətnlər ümumiyyətlə rahat olur. Mətnlər ümumiyyətlə rahat olur. Və misal, magistr mətnləri var ki, hansı ki, yəni adam oturur, başı ağrıyır, oturur fikirləşən, bilmirsən hardan başlayasan. Növbəti dəfə mətnlərin yenə davamına baxarıq və mətnlərin daha çətin sualları var. 5 parametrlər var. Biraz onlardan işləyərik.
Qaldı ki, dövlət qulluğunda, misal üçün, gələn dəfə polkovnik, mayor sualı var. Dövlət qulluğu imtahanına əvvəl çox düşürdü. İndi artıq demək olar təsadüf hallarda istifadə olunur. Biz ona baxarıq. Onu məcbur geri başına ayağa yazırsan. Hamısını bu cür rahat tapmaq olmur təbii ki. Yəni ona görə olur Müəllim, belə. neçə Yəni mövzumuz qalıb bizim? bizim mövzu olaraq əslində 3-4 mövzumuz belə qalıb. İndi əsas keçiləsi. Yəni 3-4 mövzuların ikisi faizlə yaşı bir yerdə keçirik. Əsas diaqramlar qalıb, bitir artıq. Sahə perimetrdir. Məsələn, o da maksimum bir dərsdir belə. İndi bəli, indi gələn dəfə ÜDB sualı var, onu mən sizə izah edəyərəm. Sentyabr imtahanında düşmüşdür. Sentyabr nədir? Hər imtahana da düşür. Ümumi dövlət borcu, ÜDB, ÜDM. Əvvəl necə ki, neft-qaz sualı çıxanda hər dəfə onu salırdılar. İndi bilirəm, oktyabrda da düşmüşdü o sual, noyabrda da düşmüşdü, orada da düşmüşdü, burada da düşmüşdü. Yəni dalbadal onu salırlar. Çətin Ona də növbət müəllim. dəfə bəli. Çətin sualdır. Həri. Çox adam yaza bilmir onu imtahanda. Müəllim, Əslində riyaziyyat mahiyyət məsələsi kimi deyil. gəlin sualın tipini görün. Sual budur. Bu amma növbət dəfə izah edərəm sizə. Baxın. Buna da Eynən olsun. imtahan. Hə? Faizlə bağlıdır müəllim bu. Bu var ha. Bu tam faizlə deyil. Diaqramlara aid sualdır. Bu sual daha çox vergidə zətdə istifadə olunur bu tip suallar. Hamarağa sualda gedir. Diaqram. Mən bu sualı başa düşmüşəm mahiyyətini, eləyə də bilirəm. Prosta hesablamalar eləyə bilmirəm. O kəsirə vurmaq, bölmək, kalkulyator Onlar lazımdır. üçün problemdir. Bəli, bu sualda rəqəmlər çox böyükdür, yəni hesablamaya çox vaxt gedir bəzən. Ümumiyyətlə bu sualların problemi. Bunu mən sizə növbət dəfə izah edəcəm. Özdə mən cavabı alırsan, deyir özü neçəyə kimi yuvarlaqlaşdır. Cavabı alınmışam da səhv yazıb bilirsən. Hə, yuvarlaşdırmaca da aləm deyil. Hə, bu sualların problemi odur. O təzə modul götürüblər dövlət qulluğunda. Müəllim, belə ağrıları qabağa salsaq olar, təkrar eləməyə vaxtımız da olsun. Axıra yaxın keçməkdə. Bunların onsuz da o linklərdə baxacaqsınız. O linklərdə bu cür suallardan var. Bunları lap eləyərik, hə. Bunları növbəti dəfə bu diaqramları keçib bunlara baxarıq mətnlərdən sonra. Narahat olmayın.